Salam, hər birinizi xoş gördük. Bugün yumuşaq, çox gözəl bir tort hazırlayıram. Bunun üçün 8 ədəd yumurtanı sındırmışıq, ağlı sarılı. Daha sonra üzərinə 2 ədəd, 2 stəkan, 200 qramlıq stəkandan şəkər tozu əlavə etdik. Bir dolu stəkandan bir ərinmiş kərə yağı əlavə etdik. Daha sonra 3 xörək qaşığı tut bəhməzi əlavə etdik və 2 çay qaşığı çani soda əlavə edib bunları yaxşı qarışdırdıqdan sonra üzərinə unumuzu əlavə edirik. 3-4 stəkan unumuzu əlavə edirik. Bu kıvamda xəmirimizi hazırlayırıq. Nə çox bərk xəmir halında etmirik, nə də lap boş etmirik. Daha sonra xəmirimizi listə yerləşdirib əlimizlə un vasitəsilə yayıb bişiririk. İndi isə kremini hazırlayırıq. Krem üçün bizə 1 litr sütü lazımdır. 2 stəkan yarım şəkər tozu əlavə etdik. 6 xörək qaşığı un əlavə edib bunları ocağın üzərində bişiririk. Qatlanaj kimi bu cür bişirdik. Soymasını gözlətdik. Daha sonra 250 qram yağı mikser vasitəsilə ağarana kimi açdıq. Sonra həmən bu hazırlanan qarışımını əlavə edib kremimizi hazırlayırıq. 2 ədəd də şəkərli vanil əlavə etdikdən sonra korjlarımızı arasını kremləyib hazırlayırıq. Üst-üstə yığırıq. Gördüyünüz kimi bu cür kremləyib üst-üstə yığırıq. Korjlarımızın üzü də un vasitəsilə açdığımıza görə biraz unludur. Yəni onun heç bir problemi yoxdur. Və üzərinə də korjumuzun birini bu cür oxaq edib, üzərini də oxaq etdik. Daha sonra belə Happy Birthday şəkər kirşanla bəzək saldım. Əgər bəyəndinizsə, like etməyi unutmayın, dəstək olun, əziyyətə dəyər verin. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun.